Salam dəyərli tələbələr, hər vaxtınız xeyirli olsun. Mən Kənan Şərifli, Magistrol Tədris Mərkəzinin həm informatika, həm məntiq müəllimi. Bugün sizin qarşınızda Windows 11 əməliyyat sistemi ilə çıxış eləyəcəm. Yəni biz artıq başlayacağıq Windows 11 əməliyyat sistemini öyrənməyə. Bildiyimiz kimi artıq proqramımızda dəyişiklik olub. Windows 10 əməliyyat sistemi çıxdı. Yerinə nə gəldi? Windows 11 əməliyyat sistemi. Düzdür, Windows 11 əməliyyat sistemi köhnə əməliyyat sistemidir, yəni yeni əməliyyat sistemi demək olmaz ona. Sadəcə bizim proqramımız üçün yenidir, həm də Windows-un ən son versiyasıdır. Növbəti illərdə artıq Windows 12 versiyası çıxması planlaşdırılır, amma dəqiq olaraq nə vaxt çıxacaq hələ ki bəlli deyil. Amma biz qəbul səviyyəsində artıq başlayacağıq Windows 11 əməliyyat sistemini öyrənməyə. Əgər maraqlıdırsa, Windows 11 əməliyyat sistemi 5 oktyabr 2021-ci ildə artıq istifadəçilər üçün Microsoft şirkəti tərəfindən bizə təqdim olunub, yəni biz istifadəçilərə təqdim olunub. Üstündən bir xeyli, hardasa 4 ildir keçib artıq, belə deyək. İndi bizim DIM bunu qəbula salmış oldu. Başlayaq Windows 11 əməliyyat sistemini öyrənməyə. Dərsə başlamamışdan qabaq birinci beynimizdə belə bir psixologiya formalaşdıraq ki, biz bunu qəbul üçün yox, özümüz üçün öyrənirik. Yəni kompüterdən daha yaxşı şəkildə istifadə etməyimiz üçün öyrənirik. Hər bir xırdalığına qədər demək olar ki, mən sizə izah eləyəcəm. Yəni siz də dəftər qələmlərinizi götürüb bu danışdığımız hər bir şeyi qeyd edə bilərsiniz. Bir də bununla bağlı vəsait hazırlamışıq. Yəni çox mükəmməl şəkildə bir Windows 11 əməliyyat sistemi vəsaitimiz var. Bunu da əldə etmək üçün rəy bölməsində zəhmət olmasa qeyd edərsiniz. Yəni PDF vasitələrini götürərsiniz ya kursa yaxınlaşıb belə deyim Windows 11 əməliyyat sisteminin sırf özünü götürərsiniz. Artıq bu barədə növbəti video dərslərimizdə danışarıq. Əsas videonu bəyənməyi, rəy yazmağı, öz dostlarınızla bölüşməyinizi yəni unutmayın. Ən vacib olanı budur. Həm biz buna baxıb motivasiyalanırıq, həm sizin üçün daha çox videolar çəkirik. Belə. Yəni bizim üçün önəmli olan məqamlardan biri budur. Videonu bəyənməyi, rəy yazmağı, öz dostlarınızla bölüşməyi unutmayın. Birinci başlayaq Windows 11 əməliyyat sisteminin versiyaları haqqında danışmağa. Hal-hazırda bizim versiyamız hansıdır deyə maraqlanırsınızsa, bu bizim kompüter qovluğumuz. Bu kompüter qovluğunun üzərində sağ düyməni basın, belə bir menyu açılır. Bu menyu barəsində danışacağıq. Kontekst menyudur. Yəni orada xüsusiyyətlər deyə bölməmiz var. Və yaxud da elə zaten burada da görsənir xüsusiyyətlər bölməsi var. Klaviatura düyməsi də bəllidir. Basırsınız. Yəni kompüteriniz haqqında olan bütün məlumatları, yaddaşını, nə bilim qrafik kartı, yəni video kartımızı, RAM-mızı, prosesorumuzun adını falan buradan görmək olur. Əlavə olaraq aşağılara düşsək Windows haqqında da məlumatlar almaq olur. Yəni Windows 10-u, Windows'un, yəni 10 artıq vərdiş eləmişik biz dərs keçə-keçə. Windows 11-in artıq yeni bir pilləyə qədəm qoyuruq. Windows 11-in Home versiyasıdır bizim kompüterimizdə olan. Bu formada versiyalarımız mövcuddur. Hardasa Windows'un 7 dənə versiyası var. Onlardan 4 dənəsi çox məşhur, yəni Home, Pro, Enterprise, bir də Education'dır. Əlavə olaraq da tələbələr üçün yəni bir versiya var, C adlanır. Bir də Internet of Things deyə bir versiyamız da var. O daha professional kompüterlər üçün nəzərdə tutulub. Belə. Düzdür, bununla bağlı hər hansı bir sual olmaz, amma yenə də versiyalar haqqında məlumat əldə etmiş olduq. Bu versiyalarda kitabımızda çox səliqəli şəkildə qeyd olunub. Bunları da oradan öyrənmiş olacaqsınız. İndi Windows 11-in birinci danışaq biz əsas ekran elementləri haqqında. Yəni sıralamasını düzüm həmən sıralama ilə getməyə çalışım. Ən son zibil qutusu haqqında danışarıq. Bunlar bizim Windows 11 əməliyyat sisteminin ekranının və yaxud da Windows 11 əməliyyat sisteminin vacib obyektləri deyə düşünə bilərsiniz. Misal üçün birinci kompüter qovluğu, sonra bu qovluq haqqında danışarıq. Network Control Panel, bir də Recycle Bin haqqında danışarıq. Birinci kompüter qovluğumuz üzərinə 2 dəfə sol düyməni klik etdikdə bizim qovluğumuz, yəni kompüter qovluğumuz açılır. Burada hal-hazırda biz hard diskimizin və yaxud da SSD diskimizin yaddaşını falan görə bilərik. Buradan sadəcə bu məlumatı əldə etmək olur. Bir də qovluqlar falan varsa onları görmək olur. Belə ekstra bir şey gözləməyin burada. Bu barədə biraz məlumat verək. Maraqlı hissədir bura. 475 ümumi bizim SSD diskimizin həcmidir. Kompüterimizin yaddaş qurğusunun həcmidir. 350 GB hələ də boş olan hissəmizdir. Zaten yəni gördüyünüz kimi az bir hissəsi dolu, çox bir hissəsi boşdur. Bəs sizdən dolu hissəni, yəni bu göy hissəni istəsə nə edəcəksiniz? Bu ümumi həcmimiz 475-dən 350-ni çıxıb, cavab nədirsə 125 eləyir də, düzdür, əgər düzgün hesabladıqsa. Yəni 120 GB dolu, yerdə qalan 350 GB-ımız isə nədir? Boşdur. Qısacası bu ümumi həcm, bu isə boş olan həcmimizi bizə ifadə etdi. Bura ilə bağlı işimizi qurtardıq. Kompüter qovluğumuz budur. Bir də bildik ki, kompüter qovluğunun üzərində sağ düyməni basıb xüsusiyyətlər hissəsinə girəndə kompüterimiz haqqında məlumat əldə edə bilirik. Yəni bu hissə. Daha sonra Kənan Şərifli deyə bir
qovluğumuz var. Əslində Kənan şərifli yox, istifadəçi adınız nədirsə, həmin istifadəçi adı ilə bağlı bir qovluqdur bu. Məndə indi istifadəçi Kənan şərifli olduğuna görə Kənan şərifli adı ilə bağlı belə deyim, Windows mənim üçün bir qovluq hazırlayıb. Bu qovluğun içərisinə daxil olsaq, yəni demək olar ki, hər bir şeylə bağlı bir qovluğumuz var. Məsələn, kontaktlarla bağlı ekran qovluğumuz, ekrandakı olan şeyləri göstərir. Yükləmələr qovluğudur, sənəd qovluğudur, yəni favori qovluğumuzdur, linklərdir, musiqidir və s. Yəni oyun qovluğumuzdan, şəkil qovluğumuzdan, video qovluğumuzdan tutmuş hər bir şey burada var. Yəni biz istifadəçiləri düşünərək Windows əməliyyat sistemi bizim üçün belə bir qovluqlar hazırlayıb. Məsəl üçün şəkillərin varsa bunun içinə yerləşdir, videoların varsa bunun içinə. Daha səliqəli olsun deyə bir görüntüdür. Qısacası biz bu qovluğa nə dedik? User qovluğu. Düzdür, istifadəçi qovluğu. Keçdik şəbəkə qovluğuna. Şəbəkə qovluğu nədir deyə sual versəz, bu əslində əgər bir şəbəkə varsa, biz bir şəbəkəyə qoşulmuşuqsa, şəbəkə deyəndə kompüterlər arası bağlantı nəzərdə tutulur. Şəbəkəyə qoşulmuşuqsa, şəbəkəyə qoşulan zaman məsələn bizim şəbəkədəki fayllarımızı, qovluqlarımızı göstərir. Təbii ki, şəbəkə istifadəçiləri də bu qovluqlara, fayllara müraciət edə bilər. Yəni sizin kompüterinizdəki o fayllardan götürüb istifadə edə bilər. Yəni bu qovluğun içərisində paylaşılan fayllardan falan söhbət gedir. Yəni şəbəkəni ifadə edən bir nədir? Qovluqdur. Oldumu? Yəni digər cihazlarımızda, şəbəkədə olan digər cihazlarımızda bu qovluğa müraciət edə bilər. Belə. Bununla bağlı bir dəfə də qəbulumuzda sual olub bu arada. Keçdik növbəti qovluğumuz. Növbəti qovluğumuz kontrol panel qovluğudur. Kontrol panel qovluğu nədir deyə sual versəz, kontrol panel qovluğu bizdə elə bilin ki, bütün kompüterin tənzimləməsini apardığımız hissədir. Biraz Windows 11 əməliyyat sistemində bu kontrol paneli arxa fonuna salıblar. Necə arxa fonuna salıblar? Əvvəllər bütün tənzimləmələri buradan aparırdıqsa, indi kontrol panel sanki var, amma yoxdur. Nə deməkdir bu? Yəni tənzimləmə artıq buradan yox, biz settings deyə bölməmiz var ki, ilk hətta düymə olaraq bunu yaza bilərsiniz. Win-i düyməsi ilə açılır, Windows i düyməsi ilə açılır. Gördüyünüz hal-hazırda bizim settings bölməmiz açıldı. Əslində yəni kontrol panel görüntü olaraq qalıb, amma əsasən bizim bütün tənzimləmələrimiz bu settings bölməsindən aparılır. Yəni orada eləyəcəyimiz hər bir şeyi zaten buradan da eləyə bilirik. Yəni elə bilin ki, əlavə kimi qalıb o burada. Oldu. Qovluq qalsın deyə qalmış bir şeydir. İndi kontrol paneli açdıq. Kontrol panel qovluğunun içərisində bizim görünüşlərimiz var. Üç cür görünüşümüz var. Kateqoriya formasında göstər, böyük ikonlar şəklində göstər və yaxud da kiçik ikonlar şəklində göstər. Yəni belə. Buradan müəyyən şeylərin tənzimləmələrini aparmaq olur. Məsələn, yeni istifadəçilər yaratmaq olur. Buradan edirsiniz, yəni. Daha sonra bu bölmədən biz ekranın fon şəklidir, rəngidir, taskbarın rəngidir, həm ekrana yerləşdirdiyimiz bəzi elementlərdir ki, onları buradan tənzimləmək olur. Təbii ki, içərisində çox şeylər var. Bunlar barəsində danışacağam. Daha sonra buradan belə deyək, yerləşdiyimiz regionu qeyd edə bilərik. Azərbaycanda yaşayırıqsa Azərbaycanı. Nə bilim, saatımız nədirsə onu tənzimləyə bilərik. Klaviatura dillərinin əlavə olunmasıdır, kompüterin öz dilinin dəyişdirilməsidir. Hamısı bu bölmədən aparılır. Bazaq üzərinə belə bir bölmə çıxılır. Region hissəsinə klikləyək, belə bir pəncərə açılır. Məsələn, language hissəsindən biz həm klaviatura dilimizi, həm kompüterin dillərini falan dəyişə bilərik. Hal-hazırda mən 2 dil əlavə etmişəm, Azərbaycan və ingilis. Klaviatura dillərini də buradan əlavə edə bilirsiniz. Oldu. Daha sonra yəni bildik ki, bu hissə nədir? Təzədən qayıdaq geri. Bura əlil insanlar üçün olan bir bölmədir ki, belə deyək, bizə lupa verir, sənədi daha yaxından görə bilirik. Ümumən gözdən görmürüksə, ümumən gözümüz görmürsə belə deyək, səsli oxuyucu verir ki, hər hansısa bir əmrin üzərinə mouse gətirdikdə həmin şeylər sizin üçün səsindən oxunur. Belə, yəni qısacası kömək məqsədi ilə olmuş bir, belə deyək, əmrdir. Buradan proqramlarımızı görmək olur, proqramlarımızı silmək olur rahat şəkildə. Uninstall sözünün üzərinə klikləyib hər hansı bir şey silmək istəyirsinizsə buna basıb üzərində sağ düyməni klikləyib burada dəyiş deyir. Niyə? Çünki öz proqramımızı silə bilmirik yəqin ki. Məsəl üçün bunu uninstall eləyirik. Məsələn, bununla da kompüterimizdən silinmiş olur. Belə bir qovluqdur, proqram qovluğu. Qurğulardır, qurğuların səsləridir, drive'lardır, onları bölmədən tənzimləmək olur. Şəbəkədir, internetdir, oranı buradan. Bir də sistem və təhlükəsizlik, valideyn nəzarəti hamısı bu bölmədən aparıla bilir. Məsələn, övladlarınız istəmirsə, hər hansısa deyək ki, dərsdən kənar bir şeylərlə məşğul olsun, onların hamısını buradan əngəlləyə bilirsiniz. Əgər istəsəniz, bununla da bağlı bir geniş video izah sizin üçün hazırlaya bilərəm. Belə, kontrol panel haqqında qısaca bu şəkildə danışa bilərdim. Gəlin kontrol panel qovluğundan çıxaq. Ümumən içərisində olan əmrlər haqqında danışdıq. İndi keçirik. Hətta gəlin belə bir şey eləyək sizin üçün. Bu danışdığımız bəzi düymələri siz də rahat şəkildə yaza bilin deyə mən yeni buradan dokument faylı açım. Nə oldu? Görürsünüz, belə bir şeylər var. Bura gəlmək istəyirik. Normalda belə olmur təbii ki.
Windows sənət yazaq. Windows haqqında danışdığımız bəzi şeyləri burada da qeyd apararıq. Üzərinə kliklədik. Deməli, settings bölməsinin sizə klaviatura düyməsini dedim. Gəlin onu yazaq. Özümüz üçün bir klaviatura düymələri formalaşdıraq. Düzdür? Deməli, düyməsi nə oldu? Windows düyməsi. Yəqin ki, Windows düyməsinin nə olduğunu tanıyırsınız. Göstərə bilsəm, indi göstərəcəm sizin üçün. Win plus nə oldu? I düyməsi. Win plus I düyməsi. Bu düymə vasitəsilə biz nə edə bilirik? Settings bölməsini açırıq. Windows dediyimiz düymə budur. Bu düyməyə basıb, bir də I düyməsinə bassaq, bizim üçün settings bölməsi açılır. Oldu? Belə. Bu arada bu da bayaqki kontrol paneldə olan bölmələrin içərisində açılan bir proqram idi təbii ki. İndi keçdik zibil qutusuna. Zibil qutusu silinən faylların saxlanıldığı qovluq. Müvəqqəti olaraq saxlanıldığı yox, saxlanıldığı qovluq dedim. Yəni bu qovluğun buradakı qovluqlardan heç bir fərqi yoxdur. Necə ki bu qovluqlarda nəsə saxlanmır, eyni qaydada bu da nəsə saxlayır, amma sildiyimiz şeyləri saxlayır. Nələri saxlayırmış? Sildiyimiz şeyləri. Nə ki silirik, düşür içərisinə. İçərisindən sildiyimiz şeylər məsəl üçün burada görsənir, düzdür? İndi zibil qutusunun içərisində gördük ki, fayllarımız var. Desəz ki, bu bir müddət sonra silinəcəkmi buradan? Yox, silinməyəcək. Elə burada da qalacaq. Biz özümüz girib təmizləməsək, üzərində sağ düyməni basıb zibil qutusunu tam boşalt deməsək, içərisindəki heç bir şey silinməz, orada qalar. Telefonlarımızda 30 gün, 60 gün qalır, sonra silinir, amma burada elə bir söhbət yoxdur. İndi zibil qutusunun üzərində sağ düyməni basmaqla menyu açırıq. Bu menyuya kontekst menyu deyirik. Nə deyirik? Kontekst menyu. Kontekst menyunun düyməsi nədir deyə sual verirsəz, onun da düyməsi Shift plus F10 düyməsidir. Shift F10 düyməsi vasitəsilə aktivləşir. Və yaxud da bizim bayaqki klaviaturamızda görün burada varmı? Kontekst menyunun düyməsi var. Çox xırda görsən əslində. Bunun böyüklüyünü görüm tənzimləyə biləcəmmi? Tamam, bəlkə də buradan etmək olur. Yox, başqa şeydir. Hər nəsə, buraxılın tənzimləmək olur, əslində böyütmək olur. Sadəcə qurcalamaq istəmirəm. Sonra baxaram ona. Bu kontekst menyunun düyməsidir. Kitabımızda zaten o işarə var. Hətta 2025-in qəbuluna da həmən o kontekst menyunun düyməsi düşüb. Sadəcə soruşub ki, bu nədir, nə iş görür? Yəni kontekst menyunu açır. Shift F10 vasitəsilə də zaten kontekst menyunu açdıq və yaxud da dedik kontekst menyunu açmaq üçün üzərində sağ klik etməyimiz kifayətdir. Bununla da bizim kontekst menyumuz açılır. Oldu mu? Burada klikləsəz eyni şeylər görsəniz, sadəcə Windows 11-də biraz sevmədiyim hissə budur. Burada olan şeyləri buna basmaqla da yəni eyni şeyləri görmək olur. Gəlin elə biz bura barəsində danışaq, eyni şeylər. Çünki bu zibil qutusunu aç deməkdir. Pin to Quick Access. Quick Access nədir? Cəd müraciət deyə bir bölmə var ki, həmən bölməyə bizim bu zibil qutumuzu falan pin edə bilir. Harada görə bilirik onu da burada. Quick Access görürsünüz. Quick Access-in içərisində biz burada zibil qutumuzu pinləyə bilərik. Yəni rahat şəkildə bunlar məsəl üçün pinlənib, sistem tərəfindən pinlənib, mən tərəfindən yox. Tez-tez istifadə etdiyim bir qovluqdur deyə bu burada görsənir. Pinləyib məsəl üçün onu bura da əlavə etmək olar həmən əmr vasitəsilə. Daha sonra zibil qutusunu boşalt deməkdir. Bu əmrə basaraq deyir ondan element var, silim. Dedim hə sil. Bu arada zibil qutusu boşalanda gördünüz şəkli də dəyişdi. Yəni görüntü olaraq dəyişdi şəkli. Bir də biz bunların piktogramlarını dəyişə bilirik. Onu da hardan dəyişmək lazımdır. Göstərəcəm növbəti dərslərimizdə. Bir dənə kontrol panelinin şəklindən başqa. Bunun piktogramı bu şəkildə qalacaq həmişə, amma digərləri nədir? Dəyişib başqa bir şəkil qoya bilərik. Yenə zibil qutusunun üzərində kliklədik. Artıq zibil qutusu boşdur deyə əmrimiz passivdir. Bunu görə bilirsiniz yəqin ki. Pin to start. Bu isə start menu. Start menu budur. Bura pinləyə bilirsiniz. Pinlədiyiniz şeylər burada görsənəcək. Pinlənmişlər. Oldu. Bu hissədə görsənəcək. Daha sonra növbəti əmrimiz create shortcut. Shortcut haqqında danışacağıq. Qısa yol, kəsə yol yaradır. Eynisini yaradır elə bir. Bu sadəcə bir göstəricidir. İndi hal-hazırda danışmaq istəmirəm, çünki yoxsa dərs başqa bir yerə yönlənəcək. Dərslərimizdə təbii ki, bu shortcutlara da yer verəcəyik. Bu şəkildə. Əslində bir şey deyil. Biz nə isə silmək istəyib bunun içinə atsaq, atdığımız şey buna yox, bunun içərisinə düşmüş olacaq. Bəli, qısa yolda silsək heç bir şey baş vermir. Daha sonra yenə üzərində sağ klik etdik. Rename, zibil qutusunun adını dəyişə bilərsiniz. Məsəl üçün, buraya istədiyiniz ad yaza bilərsiniz. Nə yazmaq istəsəz, sevmədiyiniz insandan belə adını yaza bilərsiniz deyə bir zarafatım var. Onu belə eləyə bilərsiniz yəni. Sonra yenə sağ kliklədik. Xüsusiyyətlər deyə bölmə var. İndi buranın düyməsi nədir? Yəni sağ klik edib bir də bu əmrə basmaq əvəzinə elə birbaşa basıb açmaq istəyirik. Nəyə bassaq ora birbaşa açılar? Alt Enter düyməsinə. Baxın, seçdiyimiz zibil qutusunu Alt Enter düyməsinə basıram, birbaşa bizim xüsusiyyətlər hissəmiz açılır. Gəlin, onun da düyməsini yazaq.
Nə yazırdıq? Düzdür, xüsusiyyətlər deməkdir. Tərcümədə, yəni bir şeyin xüsusiyyətlərini sənə göstərir. Düyməsi nə oldu? Alt plus Enter düyməsi oldu. Düzdür, bir şeyin xüsusiyyətini sənə göstərə bilir. Yenə Alt Enter düyməsinə basıram, xüsusiyyətlər bölməsi açılır. Gəlin görək burada nələrimiz var, maraqlı əmrlərdir. Bir də ki, Windows 11 əməliyyat sistemi belədir ki, tək Windows'un bu versiyası yoxdur ki, versiya vardır. Əsasən tərcüməyə, yəni hər şey əsaslanır. Tərcüməni yaxşı şəkildə bilirsinizsə ingilis dilindən Azərbaycan dilinə, deməli hər bir şeyi cavablandıra bilirsiniz rahat şəkildə. Custom size maksimal ölçü, yəni zibil qutusunun maksimum ölçüsünü buradan seçə bilirsiniz. Hal-hazırda mənim kompüterimin yaddaş qurğusuna görə, yaddaşına görə belə bir ölçü verib. Amma dəyişə bilirikmi? Bəli. Məsəl üçün 10.000 nə yazaq? 240 yazaq. 10.240 megabayt həcm verdim. Yəni o deməkdir ki, zibil qutusunun həcmini 10.240 megabayt qoydum. Yəni 10 gigabayt. 10 gigabaytdan artıq bir şey silsək, düzdür? Məsələn 11-ci gigabaytı silmək istəyəndə artıq zibil qutusu doludur deyə. O birbaşa silinəcək. Tə zibil qutusuna düşməyəcək. Bunun da bir həcmi var. Adi zibil qutuları kimi düşünün. Zibil atırsınız, ağzı dolandan sonra attığınız şey yerə düşür. Yəni birbaşa elə bil ki, bu tərəfə atırsınız, zibil qutusunun içinə yox. Təxminən ona bənzəyir. Çirkin bənzətmə olsa da ona bənzəyir. Bu isə hal-hazırda mənim C diskimdə olan, yəni ümumi yaddaşı göstərir. Bir dənə disk qurğusu var isə, ikinci məntiq hissəyə bölünməyib, yəni D-yə bölünməyib və həcmində 475 GB onu bildirir sizə. Keçdik bu əmrə. Çox maraqlı əmrdir. Birazcıq ingilis diliniz olsa, zaten bunun nə dediyini başa düşəcəksiniz. Bu bildik ki, zibil qutusudur. Bu fayl deməkdir. Move sözü köçürmək mənasındadır. Don't da ki, etmə, eləmə. Düzdür? Deyir ki, silinən faylları zibil qutusuna köçürmə. Düzdür? Yəni atma. Bu əmr aktivdirsə, aktivləşdirdik. Yəni zibil qutusunu boşaldaq. Buradan nəsə yaradaq. Məsəl üçün belə bir fayl yaratdım. Hətta biraz sayını çoxaldım. Biraz çoxaltdım bunları. Çünki silməklə bağlı danışacağıq axı biz. İndi fikir verin, mən bunu zibil qutusunun içinə atsam belə, gördünüz, düşmədi. Hətta növbət dəfə yoxlayırıq, atırıq içinə, düşmədi. Nətər silirsiz silin, fərqi yoxdur. Artıq siləcəyimiz şeylər zibil qutusuna belə düşməyəcək. Niyə? Çünki əmrimiz aktivdir. Gəlin silinməklə bağlı da düymələr öyrənək. Bir şeyi silmək üçün klaviaturada delete deyə düymə var. Ona basmağınız kifayət. Və yaxud da bir şeyi silmək üçün Ctrl plus D düyməsinə də basa bilərsiniz. Və yaxud da bir şeyi silmək üçün sağ düymənin üzərində klikləyib delete əmri var. Delete-ə də basa bilərsiniz. Görürsünüz, heç bir halda bura zaten düşməyəcək. Delete əmri də var, delete düyməsi də var. Hər ikisindən istifadə etmək olur. Bir də bir şeyi silmək üçün, dərs ki, müəllim, nə oldu? Eyni şeyləri təkrar deyirsiniz. Nə yazıram? Shift plus nə? Delete deyə düyməmiz var. Shift plus delete düyməsinə bassaq, bu biraz fərqli cür silinmədir. Bu elə bir silir, zibil qutusuna salır. Bu da silir, zibil qutusuna salır, amma bu birbaşa silir. Elə bir bax bu əmr. Elə bizim burada hal-hazırda bayaq elədiyimiz xüsusiyyətlər hissəsinə girək, bu əmr deməkdir. Elə bu əmr shift delete deməkdir elə bilə. Amma indi shift delete-ə basmasaq da bu əmr aktivdir deyə sildiyim şeylər zaten zibil qutusuna düşmür. Sonra qoy düşsün zibil qutusuna. Yox, hətta bunda qalsın. İndi daha dəhşətli bir şey eləyirik. Bu biz nədir? Nəyisə silən zaman qabağımıza belə bir pəncərə çıxır da, düzdür? Hətta çıxmır. Niyə? Çünki əmr aktiv deyilmiş. Vau, daha dəhşətli, gördünüz? Bir şey silirsiniz. Həm sizdən icazə almır, həm də birbaşa silir. Bildiyiniz təhlükədir də, yəni klaviaturada əliniz delete dəydisə səhvən, nə zibil qutusuna düşür, nə də ki, yəni səndən soruşmur. Elə birbaşa silir gedir deyə artıq yəni siz onu geri qaytarma ehtimalınız yoxdur, yoxa çıxır. Düzdür? Nə edirsiniz? Buradakı əmri aktivləşdirirsiniz deyə elə artıq sizin qabağınıza dialoq pəncərəsi çıxacaq. Deyir, silinmə zamanı dialoq pəncərəsi görsənsin. İndi baxın, bir şey silmək istəyirəmsə, delete düyməsinə basıram bu səfər, gördünüz? Mənim qabağıma belə bir pəncərə çıxır. Bu pəncərədə nəsə silmək istəsək, bizdən icazə alır. Hə desəm silir, yox desəm silmir. Baxın, hə deyirəm, yenə də zibil qutusuna düşmür. Niyə? Çünki əmri oradan passivləşdirmişik, düzdür? Bu əmr. İndi mən zibil qutusunu seçirəm. Deyirəm ki, qoy hər şey zibil qutusuna düşsün. OK dedik, bitdi. İndi baxın. 3 cür silinmə üsulu. Delete basıram, məndən icazə alır, yes deyirəm, silir, düşür bura. Bir dənəsini sildik. Sonra Ctrl D-ya basıb silirəm, yenə icazə alır, yenə düşdü ora. İndi 2 dəfə sildik də 3-cünü silirik. Bu səfər Shift Delete basırıq. Yenə icazə alır və deyir ki, birbaşa siləcəm. Deyirəm, sil. Bu isə zibil qutusuna salınır. Gedib baxırıq. Cəmi neçə dənə elementimiz var zibil qutusunda? 2 dənə. Başa düşdük? Məncə başa düşdük. Bura qədər bildinizsə, keçirik növbəti hissəmizə. Artıq zibil qutusunda mükəmməl öyrəndiyimizə görə
Növbəti hissələrimizdə gəlin ekranın başqa vacib elementləri haqqında danışaq. Ekranın başqa vacib elementi ilə ekranın özüdür, yəni desktop. Daha sonra ekranın vacib elementi, ikinci elementimiz taskbar. Nə oldu? Taskbar. Oldu. Əlavə olaraq üçüncü vacib element kimi də start menüsünü deyə bilərsiniz. Zaten taskbarın üzərindədir, o barədə danışacağıq. Gəlin indi sırayla, səliqəli şəkildə bu taskbarın üzərində nə var, nə yox, hamısını öyrənək. Bu arada bu aşağı hissənin adı nə oldu? Taskbar. Oldu. Və bu şəkildə yazılır. Yazaq altdan. Bu bizim taskbarımızdır. Ad olaraq da tapşırıqlar paneli gedir. Nə gedirmiş? Tapşırıqlar. Oy, yaza bilmədik. Klaviatura düyməsi. Yazırıq nə? Tapşırıqlar paneli. Buranın adı beləymiş. Gəlin görək tapşırıqlar panelinin üzərində hansı düymələrimiz var. Birinci hissəmiz bizdə bu hissə adlanır. Bu hissə nədir deyə sual verəsi olsanızsa, bu hissə bizdə WinGetslər adlanır. WinGets. Nə deməkdir? Windows əməliyyat sistemində elə bil ki, hava durumunu, xəbərin başlıqlarını, təqvim hadisələrini bizə göstərən bir hissədir. Yəni belə-belə xəbərlər verir. Sadəcə içərisində bilmirəm nə deməkdir indi bu? Bir xəbərdir. Görürsüz xəbərlər sadəcə sizə göstərir. Hava durumunu göstərir. Görürsüz 7 dərəcədir, buludludur, rütubət falan belə. Belə. Qısacası bəzi xəbərləri bizə bax məlumat kimi eləyir, verir. Klaviatura düyməsini soruşası olsaz, klaviatura düyməsi bizdə Win-V düyməsidir. Nə oldu? Win-V. Elə bir Windows-la W düyməsinə bassaz həmən hissə açılır. Gördünüz? Mouse burada olsa belə Win-V-yə basırıq, açılır. İndi onu da klaviatura düyməsini yazaq. Yəni hamısını bu hissədə cəmləşdirək. Deməli, nə yazdıq? WinGets, düzdür? Bir də bəzi sözlərin tələffüzünə görə üzürlü sayın. Necə lazımdırsa o şəkildə oxuyuram. Yəni öz istəyimə uyğun bu şəkildə tələffüz eləyirəm. Tələffüzümə zaten yəni ilişməyin. Əsas dərsinizin adına baxın. Deməli, nə yazırıq? Win plus V. Bu bizim nəyimiz oldu? WinGets'in klaviatura düyməsi. Məncə nə olduğunu başa düşdük. Növbəti hissəmiz bizdə Start, başlat düyməsidir. Biraz çox danışacağıq. Qəbul sualımız var bununla bağlı. Start menünü necə açmaq olur? Üzərinə bir dəfə sol düyməni klikləsəz açılır zaten. Sonra biz bayaq klaviaturada Windows düyməsini öyrəndik, yəni bu düyməni. Bunu basaraq da oranı aça bilirik, görürsünüz. Bir dəfə klikləməyimiz kifayətdir. Bir də Ctrl Escape deyə düyməmiz var ki, onu basaraq biz Start menünü aça bilirik. Yazırıq Start menu. Bu etdiklərimi siz də edin. Götürün dəftərinizə bir-bir qeyd edin. Yəni qeyd elədikcə siz daha yaxşı öyrənəcəksiniz. Sonra qeydlərinizə baxıb öyrənəcəksiniz. Yəni hazıra nazil olmayın. Götürürsünüz dəftərinizi, qələminizi, qeydlərinizi aparırsınız. Əsəbləşdirmə monitoru arxasında. Deməli, Start menünü açmaq üçün dedik nəyə basırıq? Windows düyməsinə. Əlavə olaraq nəyə basırıq? Ctrl plus Escape düyməsinə. ESC. Escape düyməsinə deyə sual versəz, indi bu düymədən gedir söhbət. Nəyə basırdıq? Ctrl Escape. Yenə də gördünüz, açdı bizim Start menümüzü. Gəlin indi Start menü haqqında biraz danışaq, görək nələr var, nələr yox üzərində. Start menüdə 4 dənə hissəmiz var. Bir pin olunmuş proqramlar. Mən bunları bura pin eləmişəm. Əslində sistem özü eləyib. Pin olunmuş proqramlar. All deyə bölmə var ki, bura basıb, yəni kompüterimizdəki bütün proqramların siyahısını görmək olur. Kitabımızda belə bir qeyd aparmışam ki, hərflərin üzərinə klikləyib də rahat şəkildə axtarış aparmaq üçün, məsələn, Word axtarırıq, basırsınız, Word proqramıdır, buradaymış. Daha rahat tapmaq üçün istifadə olunur. Qısacası all nə oldu? Kompüterimizdəki bütün proqramların bölməsi. Oldu mu? Sonra recommend deyə bölməmiz var, yəni tövsiyə olunanlar bölməsi gedir. Bu hissədə də yəni son zamanlarda açılmış və yaxud da yeni əlavə etdiyimiz faylları falan görə bilirsiniz siyahısını. Oldu mu? Bu hissədə belə gedir. Artıq yadımızda saxladıq adını. Yəni son açdığımız, istifadə elədiyimiz, test istifadə etdiyimiz şeyləri burada görə bildik biz Start menünün bu hissəsində. Buranın sayını falan da tənzimləyəcəyik. Birazdan öyrənəcəyik sonra. Bu hissə bizdə istifadəçini bildirən hissəmizdir. Nəyi bildirirmiş? İstifadəçimizi. Basırıq üzərinə, hal-hazırda kompüterimizdə olan istifadəçiləri burada görmək olar. Məsələn, bir budur. Kenan şərifli 01. Düzdür? Bunu Microsoft şirkətinin əməkdaşları yaradıb bu arada burada. Windows-la bağlı bəzi problemlər yaşayırdım. Yəni sistemə qoşulub özləri o problemləri həll elədi. Yəni özlərinin səhvlərini düzəltdilər. Onun üçün açdıqları bir belə deyim istifadəçidir. Nə qədər yarada bilərik biz bu istifadəçidən? Bir xeyli. Elə bil bunu mənim qardaşım istifadə etsin, bunu dostum istifadə etsin, bunu mən istifadə edim, belə. Yəni bir kompüterdən yoldaşlı şəkildə bir neçə istifadəçi istifadə edə bilər. Həmin hissəni buradan görmək olur. Növbəti hissəmiz isə Power hissəsidir. Buranı görürsünüz. İndi bura ilə bağlı başlayaq qeydlərimizi aparmağa. Basırıq üzərinə. Buradan kompüteri kilitləmə ilə bağlı əmrimiz var. İndi mən ekranı qeyd edirəm deyə bu əmrə bassam,
Məncə heç bir şey olmayacaq, amma yenə də mən basmayım, sadəcə kompüteri kilitləyir, elə bir kilit ekranından başladır. Bu işlərə zaten basası deyiləm. Silib yuxu rejimidir. Neyniyir? Kompüterimizi sadəcə yatızdırır. Oldu mu? Shutdown kompüterimizi ümumən söndürür, birbaşa söndürür. Restart isə kompüterimizi söndürür, yenidən neyniyir? Açır. Bir dəfə dərs izahı zamanı bu düyməyə basıb, məsələn ki, dərs izah edirsən, video izahda. Buna bassaz təbii ki, bütün hər bir şey bağlandığına görə video falan da yarıda kəsilir. Ona görə ehtiyatlı olmaq lazımdır. Artıq ağıllanmışam. Lock əmri nədir? Kompüterimizi kilitləyir. Bunun klaviatura düyməsi var. Gəlin yazaq. Win-L düyməsidir. Oldu mu? Power yazıram, altında yazaram kilitləmə. Düzdür? Bu şəkildə düşünərsiniz. Klaviatura düyməsi nədir? Win plus L düyməsi. Belə, kompüterimizi kilitləyir. Bir də biz kompüteri söndürməklə bağlı bəzi əmrləri görmək istəyiriksə, ekranda Alt F4 düyməsinə basırıq. Belə bir pəncərə açılır. Shutdown Windows, düzdür? Deməli, bunun adını yazaq. Klaviatura düyməsini öyrənək. Deməli, klaviatura düyməsi dedik, nə oldu? Alt plus nə? F4. Düzdür? Bunun vasitəsilə həmən pəncərəni açmaq olur. Açıram. Alt F4. Saniyə. Açıldı. Burada başqa da əmrlərimiz var. Switch user sign out istifadəçini dəyişməyə xidmət edir. Bu ümumi istifadəçimizdə olan hər bir şeyi bağlayır, digər istifadəçilərə keçir. Bu isə istifadəçimizdə olan hər bir şeyi aktiv şəkildə saxlayır, digər istifadəçilərə keçir. Bir-birindən fərqi budur. Bu aktiv saxlayıb keçir, bu bağlayıb keçir. Oldu? Silib yuxudur, kompüteri söndürməkdir, restart isə dedik, nədir? Yenidən başlatmaq. Əslində kompüterin söndürməklə məntiqli üsul. Alt F4-ə basıb bir dənə Enter-ə basmağımızdır ki, bununla da kompüterimiz nədir? Sönmüş olur. Start menyudan məncə biraz danışdıq. Start menyu haqqında bu qədər kifayətdirmi deyə düşünürəm. Məncə bəs eləyir. Bir də biz start menyunun tənzimləmələr hissəsini aça bilərik. Biraz o barədə danışarıq. Start settings deyə. Baxın, burada sağ düyməni klikləyirik. Start settings deyə bölmə var. İndi bu bölmə haqqında biraz danışaq. Maraqlı bölmədir. Görün nə deyir bu? Göstər sonuncu əlavə edilmiş proqramları. Düzdür? Aktivdir. Yəni kompüterimə son əlavə etdiyim proqramları həmin bölmədə görəcəyik. Sonra deyir, çox istifadə olunan proqramları, düzdür? Ən çox istifadə olunan proqramların siyahısını start menyuda göstər. Mən passivləşdirmişəm, aktivləşdirsək, ən çox istifadə etdiyim şeylər də bu bölmədə görsənəcək. Yəni bu hissələrdə görsənəcək. Başlıq olacaq, həmin başlığın altında görsənəcək. Oldu? Bu heç. Daha sonra bu hissə nə deyir? Bəs indi bu hissəyə baxaq. Deyir ki, start menyuda tövsiyə olunan faylları, jump listləri falan orada göstər. Yəni sənə tövsiyə etdiyi şeyləri orada göstərəcək. Oldu? Daha sonra bu heç browserin tarixçəsi ilə bağlı bir əmrimizdir. Bunun üzərindən keçək. Növbəti əmrimiz show recommend yazılıb həmən əmrimizdir ki, gəlin görək bu nə deyir bizə? Deyir, Start menyuda sistem tərəfindən təqdim olunan tövsiyələr, yəni sistemin sənə tövsiyə etdiyi proqramlardır, shortcutlardır, bu tipli şeyləri sənin üçün nə edir? Göstərir. Oldu mu? Bu belə bir əmrdir. Bu nə deyir? Deyir ki, elə bil ki, Microsoft hesabınızla bağlı bildirişlər, oldu mu? Microsoft hesabı ilə bağlı bildirişlər bizim üçün bildiriş deməkdir zaten bu. Bildirişlər start menyusunda görsəniz. Məsələn, parol dəyişikliklərdir, təhlükəsizlik tövsiyələrdir və s. Bu tipli şeyləri buradan göstərib gizlətmək olur. O da orada görsənsin deyir. Bu maraqlı əmrdir. Deyir ki, start menyuda elə bir sənə lazım olan qovluqları göstər. Biz sara yığacaq həmən qovluqları. Bu aşağı hissə yoxdur. Bu hissələri bir yerə yığmalıdır. Bir saniyə. Heç bir şey görsənmir. Məsəl üçün, mən yükləmələr qovluğundan tez-tez istifadə edən adamam deyək ki. Basıram. Bir də settings qovluğundan tez-tez istifadə edirəm. İkisinə bastım. Start menyuya girdim. Hara? Bura. Səhv yerini demişəm. Görürsünüz. Ora yox, bura. Neynədir? Əlavə etdim. Həmən o qovluqlar burada rahat şəkildə artıq görmək olar. Bayaqdan da yox idi. Bağlasaq, artıq heç bir orada görsənməyəcək. Gördünüz? Yoxdur. Niyəsə mənim bura yadımda qalıb. Bu arada mən də təzə istifadəçisiyəm. Yəni Windows 11-in. Sadəcə kitabı yazarkən biraz həşir-nəşir olduq. Yəni bir-birimizlə çoxlu zaman keçirdik. Artıq hər bir xırdalığını bilirəm. Yəni nə ki, belə deyək, xırdalıq incəliklər var. Həmin o xırdalıqları, incəlikləri hissədə ötürəcəm. Oldu mu? Başqa settings bölməsində nələrimizsə varmı? Yoxdur. Bunlar sadəcə start menü ilə bağlı bəzi əmrlərin, bəzi şeylərin köməyidir. Yəni kömək. Basırsınız, sizə kömək edir ki, bu şeyləri də eləyə bilərsiniz. Bir də görüntüsünü seçə bilərsiniz ki, necə olsun. Daha çox deyir, pinlənmiş şeyləri göstər.
susmaya görə belədir. Daha çox deyir o son istifadə etdiyin şeyləri göstər. Belə-belə görüntülərdə özünüz tənzimləyə bilərsiniz. Sonra taskbarımızın növbəti hissəsi search hissəsidir, yəni axtarış, düzdür? Klaviatura düyməsi nədir deyə sual versəm, Win-S. Win-S-ə basıram. Gördünüz, axtarışdır. Dilini axtarmaq istəyirsənsə, zaten bura açılıb da yazırsınız, axtarırsınız. Oldu, kompüterimizin yaddaşında olan şeyləri axtara bilərik burada. Nə yazdıq? Search, düzdür? Bunda düyməsi nədir dedik? Win plus S. Tamam. Bunu da yazmış olduq. Bildik ki, axtarışı bildirir. Başqa da ekstra bir şey yox. Buranın görüntüsü ilə bağlı da irəliləyən hissələrdə danışacağıq. Növbəti əmrimiz, bunu görürsünüz. Bu task view görünüşüdür. Yəni xəyali ekran deməkdir. Bir ekranımız var, ikincisini açıram. Orada gördüyüm işlər artıq burada yoxdur. Fikir verirsiniz, orada bu sənəd aktiv idi, amma burada aktiv falan deyil. İndi təzədən ora necə qayıdacaq? Basırsınız, birinci ekrana keç. Görürsünüz, indi aktivdir bunlar. Fikir verirsinizsə aşağısına baxın, nöqtələrdən görmək olar. Aktivdir, bayaq aktiv deyil. Elə bir özünüz üçün ikinci sahə açıb başlayırsınız orada işləməyə. Task view-nu açıb görmək üçün bunun klaviatura düymələri biraz çoxdur. Burada biraz yorulacaqsınız. Yazırıq. Task view. Düzdür? Bu zaten Windows 10-dan qalma bir hissə. Windows 7-də yox idi, amma Windows 10-da var idi. Deməli, task view-nu açmaq üçün biz istifadə edəcəyik Win Tab düymələrindən. Win plus Tab düyməsinə basırıq. Basıram, baxın. Gördünüz, birbaşa açıldı həmən hissə. Win Tab. Həmən hissəni açdı bizim üçün. Sonra yenisini yaratmaq istəyiriksə, burada necə ki desktop buna bastıq, yenisini yaratdıq, düzdür? Yenisini yaratmaq istəyiriksə biz klaviatura düyməsi ilə bir saniyə mən bildiyim üsuldan keçib sola. Gördünüz, qayıtdıq təzədən bunu. Deməli, yenisini yaratmaq üçün Win plus Ctrl plus D düyməsinə basmağımız kifayətdir. Bu yenisini yaradır. Oldu mu? New yazaq, yenisini yaradır. Buna nə yazaq? Open açır. İngiliscə yazmasaq da olar, yazsın, açır, yazsaq da kifayətdir. Bağlamaq üçün isə Win plus Ctrl plus F4 düyməsindən istifadə edirik. Oldu? Bu bağlayır. Close. Bir də birindən digərinə keçmək istəyiriksə, o da Win plus Ctrl plus sağ, sol oxlar ki var. Klaviaturamızda sağa və sola oxlar. Həmən sağa, sola oxa basmaqla birindən digərinə keçə bilirsiniz. Bu ingiliscə yazaq, yazmaq. Elə birindən digərinə keçir deməyimiz kifayətdir. Gəlin göstərim bunları. Win Ctrl D-yə basıram. Görürsünüz, yenilərini yarada gedirəm. Artıq yenilərini yaratdıq. Görün, neçə dənə yaratmışıq? 5 dənə. Bağlamaq üçün dedik nəyə basırıq? Və yaxud da birindən digərinə keçmək üçün Win Ctrl sola. Görürsünüz, keçirəm artıq o birisilərə. Rahat şəkildə keçdim. Bağlamaq üçün Win Ctrl F4-ə basıram. Hal-hazırda bir də niyə bağlayıb? Burada işləyir yaxı. Əslində əvvəl belə olmurdu. Ya da bağladıq deyəsən hamısını. Tamam, bağladıq, amma bizə göstərmədilər. Əvvəlki versiyada da belə idi. Bağlayıb. Bir dənəsi qaldı, ən azından görürsünüz. Task View-da nə olduğunu başa düşdünüz. Deməli, virtual ekran da deyə bilərsiniz, virtual desktop da deyə bilərsiniz, nə deyirsiniz deyin. Yəni, mən xəyali pəncərə deyirəm, yəni elə bir ki, ikinci bir pəncərəni açırsınız, başlayırsınız orada işləməyə. Oldu? Növbəti, mənim çox sevimli olan bir əmrim var burada. Copilot adı. Windows 11 əməliyyat sistemini yazarkən də mənə çox böyük bir dəstəyi olub, həmən Copilotun. Win plus düyməsi C-dir. Win C düyməsini basmaqla aktivləşdirə bilirik. Gəlin aktivləşdirək. Win C-yə bastıq. Bizim Copilotumuz açıldı. Copilot bizimlə danışır. Yəni, nə istəsəz, yəni bizim Windows'un özünün süni intellektidir. Nə istəsəz, sizin üçün burada kömək eləyə bilir. Mən də Windows 11 əməliyyat sistemini hazırlayarkən, yəni sizə daha faydalı bilgiləri buradan əldə edərək, yəni sizə ötürməyə çalışmışam. Oldu mu? Bizim sənədimiz çoxdan hazır idi. Biz sadəcə demin qərarının açıqlamasını gözləyirdik. Artıq açıqlayıb və sənədimizi sizlərlə bölüşməyə hazırıq. Bayaq dərsin girişində də demişdik bunu. Gəlin burada soruşaq. Yazıram. Salam, Copilot. Salam, Copilot. Sonra yazaq ki, mən özümüzü təqdim eləyək. Kənan yazanmadıq. Mən Kənan Şərifli. Tələbələrimə, bu dərsi izləyən hər bir kəs mənim tələbəm sayılır artıq. Tələbələrimə imtahanla bağlı nə tövsiyə edə bilərsən? Verdik sualımızı.
Görək nə cavab verəcək. Birinci yazıb salam Kənan müəllim. Tələbələrin üçün imtahan öncəsi faydalı ola biləcək bir neçə tövsiyə hazırladım. Çox belə sürətli də. Deyir, planlı oxuma. Mövzuları kiçik hissələrə bölüb gündəlik hədəflər qoymaq daha effektivdir. Bəli, bəzi tələbələr var ki, geridə qalır. Yəni ən azından çatmaq üçün, yəni kiçik hissələrə bölüb gündəlik olaraq hədəf qoyub onlara çata bilər. Aktiv şəkildə deyir, təkrar et, həmişə dediyim bir şeydir. Yəni bunu kopilot yox, mən deyirəm. Elə bil Kənan müəllim sizə deyir. Deyir, sadəcə oxumaq yox, sual-cavab, test həll etmək, başqasına izah etməklə mövzunu möhkəmləndirmək. Başqasına izah etmək. Çox möhtəşəm bir şeydir. Bildiyin şeyi bir başqasına ötürürsənsə, yəni daha da möhkəmlənir. Həm onu öyrətmiş olursan, həm özünü daha yaxşı öyrənirsən. Deyir, konspekt və ya bu bilmədim. Kiçik xəritələr mi deyək, nə mi deyək? Deyir, hazırlamaq yaddaşı gücləndirir. Psixoloji olaraq hazırlıq. Stresini idarə et, dərin nəfəs al, qısa meditasiya. Yəni özünün həkimi ol deyir. Müsbət düşün. Mən kəsiləcəm falan filan belə şeylər yox. Deyir, müsbət düşün. Mən bacaracam kimi özünə inamı artıran ifadələr motivasiya verir. Yuxu rejiminizi düzəldin. Ən önəmli olanı budur. Gecə o telefonu atın qırağa, az girin TikToka, Instagrama, bilmirəm sizdə Facebook var yoxsa yox, öz istifadə etdiyim də ən azından. Az girin Facebooka və yaxud da digər sosial şəbəkələrə. Zaman qoyun, ən azından bilin ki, bundan artıq qalmaq sizin üçün ziyandır. Bir imtahandan əvvəl gecə kifayət qədər yat. Yaddaşın güclənsin, diqqətin nədir? Artsın. Sağlam yaşa. 45 dəqiqə, 50 dəqiqə elə bil gəzdib, ora gəlib çatarıq. Düzgün qidalan, bura özünüzlükdür. Mənasız şeylər yeməyin, içməyin, düzdür? Çoxlu qoz fındıq, su için. Bir dəfə mənim başıma gəlib, imtahandan qabaq hansısa bir imtahan, desin 9-cu sinifin buraxılış imtahanı idi, nə idi? Bu enerji itkisini alıb güya özümü daha yaxşı motivasiya edib girmişdim imtahana. Sonrası şok, yəni danışmayım, biabırçı olacaq. Vəziyyətim yaxşı deyil. Ona görə çalışın, etmədiyiniz şeyləri imtahana az qalmış etməyin. Bu da bir məsləhət olsun. Zaten imtahandan qabaq bu formada məsləhətlər verəcəm sizə. Qısa fasilələrlə oxuma deyir, hərəkət edin deyir, imtahan günü deyir, vaxtı düzgün böl, asan sualları həll et, sakitlik, panikaya düşmə, cavabları yoxla. Görürsünüz necə qəşəng məsləhət verir, düzdür? Başqa nə deyək buna? Bizə yaxşı bir motivasiya versin. Kənan müəllimdən necə faydalansınlar deyə sual verək. Görək nə deyəcək. Deyir, tələbələrinizin sizdən Kənan müəllimdən maksimum faydalanması üçün bir neçə istiqamət var. Oxuyun uşaqlar. Mənim ürəyim sıxılar. Bu biraz mənim xoşuma gəlmədi. Çox da sevmədim yəni. Yuxarılara oxuya bilərsiniz sözünüz oldu. Belə. Bu da bizim kopilotumuzdur. Yenə də istəsə ürəyimiz sıxılsa bundan biraz məsləhətləşə bilərik. Mən çox sevdim özünü. Sağ olsun. İndi keçək növbəti hissələrə. Görək növbəti hissələrimizdə nəyimiz var. Bu hissələri görürsüz. Bu hissələr bizdə pin olunmuş proqramlar, bir də ki, aktiv proqramlar hissəsidir. Bura biz proqramlarımızı rahat şəkildə pin edib onları buradan götürə bilərik. Məsələn, Microsoft Edge proqramıdır. Sağ düyməni basırıq, unpin desəz buradan altı qalxacaq, yəni olmayacaq burada. Bir şeylər ora necə pin eləmək olur? Məsələn, saatımızı ora necə pin eləyəcəyik? Düzdür? Bir saniyə, saatımız niyə düşmədi ki bura? Aynısı bunu da baş belə qaçdı. Burada da var. Bax, pin to taskbar əmrinə bassaq, oradan bura pin eləyə bilərik. Rahat şəkildə pin elədik deyək ki, bura. Gördünüz saat işarəmiz. Yerlərini belə rahat şəkildə dəyişə bilərsiniz, hansı ardıcıllıqla istəsəz. Proqramı pin etmək üçün üzərində sadəcə sağ düyməni basıb pin to taskbar deməyimiz kifayətdir ki, bura pin olunsun. Görürsünüz, pin olunmuş proqramlar və aktiv proqramlar. Aktiv proqramın pin olunmuş proqramlardan fərqləndirən heç aşağısındakı bax bu çıxıntının olmasıdır. Bunlar aktiv, bunlar isə pin olunmuşlardır. Oldu mu? Bunlar arasında çox qəşəng bir düymə var. Çox da bilinən bir düymə deyil. Gəlin onu sizə yazdırım. Yazırıq nə? Windows düyməsi yəni. Plus 1,2,3 və yaxud da sonsuzluq. Ən azı 11-12-yə qədər yoxlamışıq. Məsələn, Win 1-ə basanda burada birinci hansıdırsa kopilotdur da. Baxın, kopilot açacaq. Kiverdiz. Sonra Win 2-yə basaq saatımız açılacaq. Sırayla yəni. Gördünüz, saat açıldı. Sonra Win 3-ə bu, Win 4, Win 5 düzdür, Win 6, Win 7. Gəlin Win 7-ni basaq. Həm də mənim bu aktiv proqramımda axı düzdür. Həmin aktiv proqramım ekranda görsənəcək. Gördünüz necə möhtəşəm bir düymədir. Bu da belə. Bu hissəni də anladığımıza görə
Keçirik bu hissəyə. Bura bizim sistem try adlanır, yəni bildiriş sahəmiz adlanır. Sistem try belə gedir adı. Bu hissədə müəyyən şeylərin bildirişini görmək olur. Məsəl üçün, hal-hazırda qurulduğumuz Wi-Fi-ın işarəsini, düzdür? Sonra notebooklarımızda enerjinin balansını göstərən, yəni enerji miqdarını göstərən işarəmiz, səs işarəsidir, saatdır, tarixdir, düzdür? Bu tipli şeyləri buradan görmək olur. Notification hissəsini açmaq üçün, hətta bir də notification üzərində bizim dil panelimiz var. Gəlin biraz bunun haqqında da danışaq. Bunun üçün klaviatura düymələri var, qəbullarımıza düşə bilir. Nə yazılıb? Klaviatura düymələrinin dilini dəyişmək, düzdür? Məsələn, elə birbaşa mən düymələrini yazım. Win plusuna space bar. Win space bar vasitəsilə, baxın, Win-lə space bar düyməsinə basıram. Bu hissə açılır. Buradan rahat şəkildə space bara basaraq istədiyim dillər arasında keçid edə bilərəm. Təbii ki, bura dilləri özümüz əlavə edirik. Oldu, nə qədər istəsək dil əlavə edə bilərik. Əlavə olaraq Alt Shift deyə düyməmiz var ki, onun vasitəsilə dil dəyişə bilirik. Fikir verirsiniz, Altdan Shift düyməsinə basıram hal-hazırda. Heç bir fərqi yoxdur, eyni şeydir. Bir də alt dilləri dəyişmək üçün Ctrl Shift deyə düyməmiz var ki, Ctrl Shift-ə basaraq alt dilləri dəyişə bilirsiniz. Nə deməkdir? Məsələn, Azərbaycanın elə bilin ki, Kirilli latını, o ikisi arasında dil dəyişmək istəyiriksə, Ctrl Shift düyməsinə də basa bilərsiniz. Qısacası 3 dənə düyməsi oldu. Biri Alt plus nə? Shift. Bir dənəsinə Ctrl plus Shift, düzdür? Oy müəllim, çox oldu bu düymələri mən necə yadda saxlayım? Əgər bu düşüncədəsənsə, zaten yadında saxlaya bilməyəcəksən. Niyə? Çünki mən sizə dərsin girişində demişdim ki, özünüz üçün öyrənirsiniz bunu. Kimsə üçün yox, imtahan üçün yox. Özünüz öyrənirsiniz ki, mən Windows-dan daha yaxşı, səmərəli şəkildə istifadə edə bilim. Oldumu? Burada birinci razılaşaq. Bu şəkildə düşünsəz, artıq bu düymələri zaman-zaman istifadə edə-edə də yadında saxlaya biləcəksən. Oldu? Belə. İmtahan üçün də öyrənəndə təbii ki, yenə də bu şeyləri düşünün. Hər dəfəsində düşünün. Daha sonra bildiriş hissəmizi açmaq üçün, yəni bu hissəni açmaq üçün bizim klaviatura düymələrimiz var. Əslində bu hissə əvvəllər Action Center adlanırdı, yəni fəaliyyət mərkəzi adlanırdı. İndi adı dəyişib. Həm cəld tənzimləmə və yaxud da Notification Center adlanır. Win A düyməsinə basaq, düyməsi Win A-dır. Belə bir bölmə açılır. Burada biz, nə bilim, Wi-Fi işarəsini, Bluetooth, təyyarə modu, düzdür, enerji qorumaq üçün telefonlarımızda da var da, zaten bu rejim. Parlaqlığı artırıb azaltmaq üçün rejim, səsi artırıb azaltmaq üçün rejimimiz, düzdür. Bu tip şeyləri buradan görüb nə edə bilirik, düzəldə bilirik. Sırf bildiriş hissəsini açmaq istəyirsinizsə, Win N düyməsinə basmağımız kifayətdir. Yəni bu hissəsini iki hissədən ibarətdir, belə düşünün. Bir cəld tənzimləmə, cəld tənzimləməmiz budur, Win A düyməsi. Düzdür? Basırsınız, açılır. Bir də Windows N düyməsinə bassaq, o da notification sistemimizi açır ki, kompüterimizdə bizə bildirilən bildirişlər. Nəsə kimsə deyək ki, mesaj göndərsin, onu buradan görə bilirsiniz. Məsəl üçün bildiriş. Necə ki, telefonları yuxarıdan aşağı eləyəndə gəlir bildirişlər. Həmin bildirişlərdən söhbət gedir. Deməli, bir öyrəndik Win plusuna A düyməsi, Win A. Dedik, bu nədir? Cəld. Cəld tənzimləmə, düzdür? Bir də nə dedik? Win plus N. Bu da notification hissəsidir. Bildiriş hissəsi, yəni bildirişlər görmək üçün istifadə etdiyimiz düymə. Oldu. Bunu da yadımızda saxlayaq. Növbəti hissəmiz çox da görsənməyəcəm, amma mausu diqqətlə izləyin. Buradan gətirirəm tam aşağı bu hissəyə. Fikir verirsiniz, orada bir düymə çıxdı. Show desktop. Bu ekranda nə qədər ki aktiv şeyimiz var, hamısını aşağı yığmaq üçün istifadə etdiyimiz düymədir. Bir dəfə də basıq geri qayıdır, görürsünüz? Ekranı göstər deyə düymə. Ona biz nə deyirik? Show desktop. Bunun düyməsi isə dedik nədir? Win plus D düyməsi. Win D düyməsi vasitəsilə bəli, ekranımızı beləncə göstərə bilirik. Bu da bizim Show Desktop düyməmiz. Daha sonra bizim taskbarın üzərində sağ düyməni basaraq belə bir bölməmiz açılır. Buradan Task Manager, idarəetmə meneceridir. Onu görmək olur. Bastıq. Hal-hazırda kompüterimizdə gedən proses, mənim aktiv proqramlarım görünür. Məsəl üçün, deyək ki, bu donub, bunu seçib, rahat şəkildə End task eləyib, yəni onu bağlaya bilərsiniz. Məsəl üçün, saat mənə lazım deyil. Bastıq, End task bağladıq. Artıq gördünüz, bağlandı. Belə-belə əməliyyatlardan Copilot deyək lazım deyil, seçib End task'a basıb bağlaya bilərsiniz. Belə. Başqa nələr görmək olur? Hal-hazırda kompüterimizin CPU-sunun işləmə sürətini falan görmək olur. Nəsə bir əməliyyat aparan kimi, gərgin bir əməliyyat aparan kimi bu diaqram qalxır, yuxarı düşür, aşağı. Belə-belə şeylər. Məsələn, kontrol panelə bastıq. Gördünüz, biraz diaqram qalxdı, sonra düşdü aşağı. Belə. Yaddaşımızı göstərir. 15.6 GB bir RAM yaddaş, 8.5 hal-hazırda doludur.
Disklərimizi göstərir, Wi-Fi göstərir, video kartımızı göstərir, onun işləmə sürətlərini göstərir. Belə əmrlər, keş yaddaşları görmək olur burada. Oldu. Ümumi işləmə müddətini görmək olur kompüterimizin. Tak tezliyimizi görmək olur. Bilməm dedim yoxsa yox. Prosesorumuzun adını, versiyasını, tipini görmək olur. RAM yaddaşımız idi bu. Diskdir, diskin işləmə sürəti, Wi-Fi. Bu da ki, video kartımızla bağlı bəzi məlumatlar. Task Manager idarə etmə meneceridir. Maraqlı düyməsi var. Task Managerin Ctrl plus Shift plus Escape düyməsi. ESC. Bəlkə göstərdim zaten hansı düymədir. Bu nəyə aktivləşdirir bizdə? Task Manager oldu. Biraz da uzun yolla, dolayı yolla Task Manager açmaq üçün bir klaviatura düyməmiz var. O da Ctrl Alt Delete istəsəz yaza bilərəm onda. Ctrl plus Alt, oğlanlar çox yaxşı bilir bu düyməni. Oyunlar kompüterlərdə tez-tez donur. Ona görə düzmü dedim? Kompüterimiz oyunlara görə tez-tez donur. Bu birləşmədən istifadə edib neynirlər? Yenə Task Manager-ə yol ala bilirlər, aça bilirlər. Mən də biraz qorxuram o pəncərəni açmağa, çünki ekranı yenə deyirəm, qeyd edirəm deyə birdən gedər, hayf olmasın əziyyətimiz. Ona görə qalsın. Yəni düşünün ki, yəni oradan da Task Manager-imizi aktivləşdirə bilirik biz. Oldu, Ctrl Alt Delete vasitəsilə üçlü kombinasiyamız var. Bu da belə. Növbəti hissəmiz Taskbar Settings hissəsidir. Burada əmrlərimiz çox-çoxdur. Videomuzda uzanacağına görə mən videonu hala ki burada saxlamaq istəyirəm və növbəti hissəmizdə əgər sizin belə deyək həvəsiniz olsa, öyrənmək niyyətiniz olsa, belə bunu təbii ki, rəy bölməsində mənə bildirəcəksiniz. Yəni rəy yazmaqla bunu mənə çatdıracaqsınız. Həvəsiniz olsa, mən video dərslərimizin davamını da çəkəcəm, kanalımıza yerləşdirəcəm. Siz də baxıb faydalanacaqsınız. Belə. Deməli, nəyi unutmuruq? Videonu birinci bəyənirik, dostlarımızla bölüşürük, düzdür? Və mükəmməl şəkildə oxuyuruq, öyrənirik. Oldu? Belə. Yerdə qalan hissələrdə təbii ki, yenə deyirəm, sizdən asılı olaraq mən izah eləyəcəm. Məncə bu videoluq bu qədər kifayətdir. İstəmirəm videolar uzun olsun, uzun olanda da izləmirsiniz. Burada saxlayaq, sağollaşaq. İnşallah ki, növbəti dərslərimizdə görüşərik. Bir də ki, material əldə etmək üçün yenə rəy bölməsinə yazın, PDF yazın. Mən sizə kursun nömrələrini falan göndərəcəm. Yəni özünüz məlumat alıb oradan götürərsiniz. Belə. Sağ olun, növbəti videolarda görüşmək ümidi ilə.